ümumiyyətlə münasibətdə başa düşmürəm. Onu geyinmə, bunu geyinmə, ora getmə, bura getmə, mən icazə vermirəm. İcazə vermirəm nə deməkdir? Bu sadə podruqalardan harasa getməkdirsə və yaxud da hansısa bir işdirsə, icazə vermirəm qadağa nə deməkdir? Mənim 10 yaşım yoxdur, uşaq deyiləm. Mən də həmən şəxs kimi yəqin ki, böyük insanam. Mən özüm bilirəm mənə nə etmək lazımdır, hara getmək lazımdır, nəyi açıb işlətmək lazımdır, yəni TikTokdan söhbət gedir və s. İnsan səni sevir belə,